Salam əziz izləyicilər. Bu gün kimyadan hədəf kurslarına aid olan sınaq izahını, elektroliza aid sınaq izahını sizinlə paylaşacağam. Deməli, keçək suallarımızın izahına. Birinci sualdan başlayaq. Sualımızda deyilir ki, katyona görə hidroliz edən duzu göstərin. Əgər duz katyona görə hidroliz edirsə, deməli katyonumuz zəif olmalıdır, turşu qalığımız da qüvvətli olmalıdır. Baxaq sualımıza. Birinci variantda bizim katyonumuz qüvvətlidir, amma turşu qalığımız olan CO3 isə zəifdir. Bu zaman anyona görə hidroliz edəcək, onun üçün A variantı gedir. B variantına baxıram. Bizim katyonumuz olan sink orta aktiv metaldır. Orta aktiv metalllardakı yəni pasiv, yəni katyona görə hidroliz edəcək. Çünki zəifdir, əsasımız zəifdir. Turşu qalığımız qüvvətli olduğundan bizim variantımız B bəndə olacaq. Digər variantlara da baxmağa ehtiyac yoxdur daha. Keçirik növbəti sualımıza. İkinci sual. Hansı duzun hidrolizinin birinci mərhələsində əsasi duz əmələ gələcək? Əsasi duz o zaman əmələ gələcək ki, turşu qalığı 2 əsaslı olsun, yəni 1 əsaslı olmasın, 2, 3 əsaslı və 4 əsaslı ola bilər. A variantına baxıram. Əsasi duzun əmələ gəlməsi üçün həmçinin də turş mühit olmalıdır ki, əsasi mühit əmələ gəlsin. Yəni turş mühitin də yaranması üçün gərək turşumuz qüvvətli olmalıdır. A variantında natrium qüvvətli əsasdır, yəni sulfit ionu isə zəif turşu qalığı olduğuna görə bizim A variantımız doğru götürülməyəcək. B variantına baxırıq. B variantında kalium qüvvətli əsasdır. SO3, yəni sulfit ionu isə zəif turşu qalığı olduğuna görə də burada deməli əsasi mühit yarandığına görə turş duz əmələ gələcək. C variantında turş mühit yaranır. Alüminium zəif əsasdır. Xlorid ionu isə qüvvətli turşu qalığıdır. Amma burada xlorid H-xlor turşusunun duzu olduğuna görə alüminium xlorid, burada H-xlor bir əsaslı olduğuna görə burada əsasi duz əmələ gələ bilməyəcək. C variantı gedir. D variantında gümüş nitrat. Yenə burada gümüş yenə zəif əsasdır. NO3 də ki, qüvvətli turşunun ionudur NO3. Amma burada yenə deyirəm, bayaqki kimi HNO3, yəni nitrat turşusu bir əsaslı olduğuna görə burada əsas duz əmələ gələ bilməz. Cavabımız Y variantı olacaq. NH4 ionu, yəni amonium ionu zəif əsasdır. SO4 ionumuz isə sulfat turşusunun H2SO4-ün nəyidir? Deməli, ionu olduğuna görə sulfat turşusu 2 əsaslı turşu olduğuna görə burada mühit turşu mühit olur. Alınan duz da əsasi duz olacaqdır. Cavab Y variantıdır. Keçirik növbəti sualımıza. Üçüncü sualda 2 dənə duz verib bizə. Görürəm ki, dəmir 3 sulfatda duzun həll edilən mol miqdarı. Deməli, dəmir 3 sulfatın 1 molundan 5 dənə ion əmələ gəlirsə, burada bizə A mol verib. Yəni, A-nın nə qədər olduğunu bilmirik. A moldan nə qədər əmələ gəlməli idi? 5A əmələ gəlməli idi. Yəni, 5A ion əmələ gəlməli idi. Amma burada dissosiasiya dərəcəsini 60% verdiyinə görə biz 5A-nın 60% tapırıq. Burada 3A eləyir. Deməli, 60% ilə nə qədər ion əmələ gələcək? 3A. 3A da nəyə bərabərdir? N-ə bərabərdir. Bunu yazırıq. Və sink nitratın da 1 molunun dissosiasiyasından 3 dənə ion əmələ gələcək. Yazıram. 1 molundan 3 dənə ion əmələ gələcəksə, B molundan nə qədər ion əmələ gəlir? 3B əmələ gəlir. Və burada bizə faizi 80 verib. Yəni 3B-nin 80%-ni tapıram və o deyilir deməli 2,4B əmələ gəlir. Deməli N burada nəyə bərabərdir? 2,4B-yə. N'lər də bir-birinə bərabər olduğuna görə biz yazırıq 3A bərabərdir 2,4B-yə. A da bərabərdir 0,8B-yə. Buradan da bizdən A ilə B-nin bir-birinə nisbətini istədiyinə görə A bölünsün B istədiyinə görə A ilə B istədiyinə görə biz əvəzləmə aparırıq. A-nın yerinə 0,8 yazıram. 0,8B yazıram. Bölürəm B-yə. B-lər ixtisar gedir. Qalır 0,8. Cavab deyilir B bəndi. Keçirik növbəti sualımıza. Dördüncü sual. Bu hissəni silim. Deməli, hansı duzlar yalnız bir mərhələli dissosiasiya edir? Yadda saxlayın. Bir mərhələdə dissosiasiya edən duzlar normal duzlardır. İki qat duzlar və qarışıq duzlardır. Birincisi normal duzdur. Bu bir mərhələdə dissosiasiya edir. Götürürəm. İkinci duz turş duzdur. İkinci duzumuz deməli
Bilirik ki, H3PO2. H3PO2 də bir əsaslı turşudur. Bir əsaslı turşu olduğuna görə buradan bir dənə hidrogen çıxıb, nə olub? Əvəzləyib onu. Bu da normal duzdur. Bu da normal duz olduğuna görə bir mərhələdə dissosiasiya edəcək. Kalium HS isə turş duz olduğuna görə 2 mərhələdə dissosiasiya edir. Deməli 1, 2. Burada ikinci sualı çaşdırmaq üçün qoyub ikinci variantı. Yəni yadda saxlayın, H3PO2 bir əsaslı olduğundan bir dənə hidrogen əvəz edirsə, nə qalır burada? H2PO2 qalır. Yəni bu görəndə onu yadda saxlayın ki, bu turş duz deyil, normal duzdur. Yəni natrium H2PO2 normal duzdur. Keçirik növbəti sualımıza. Hansı duzun məhlulunda lakmus göyərir? Lakmus əgər göyərirsə, deməli nədir? Əsasi mühitdir. Yəni burada əsas qüvvətli olmalıdır, turşu qalığı da zəif olmalıdır. A variantında natrium və brom eyni qüvvətlidir. İkisi də qüvvətli, əsas da qüvvətli turşudur. Deməli burada lakmusun rəngi dəyişmir. Mühit neytraldır. B variantında kalium qüvvətlidir, sulfit ionu isə zəif olduğuna görə deməli bizim cavabımız B variantı olur elə. C variantında kalsium qüvvətli, xlor da qüvvətli olduğundan yenə lakmusun rəngi dəyişmir. D variantında gümüş nitratda isə gümüş deməli passivdir, yəni zəifdir, zəif əsasdır. NO3 də nədir? Qüvvətli turşu qalığı olduğundan burada turşu mühit olur və lakmusun rəngi qırmızı olur. Y variantında lakmusun rəngi qırmızı olur. Onun üçün cavabımız B variantıdır. Keçirik növbəti sualımıza. 6-cı sualda deyilir ki, suda məhlulunda mühit. X-də burada neytralda plus qoyub. Yəni neytralda plus qoyubsa mühitimiz neytral olmalıdır. Ya zəif əsasla zəif turşu qalığından, ya da qüvvətli əsasla qüvvətli turşu qalığından əmələ gəlməlidir. Baxıram. A variantı qüvvətli turşu ilə qüvvətli əsasdan əmələ gəlib. Deməli A variantı cavabımız ola bilər. B variantı qüvvətli əsasla zəif turşudan əmələ gəlmişdir. Deməli bunu götürə bilmərik. B variantı getdi. C variantımız zəif əsasla qüvvətli turşudan əmələ gəlib. Bu da bizim cavabımıza uyğun gəlmir. C variantı da getdi. D variantı da deməli, qüvvətli əsasla zəif turşudan əmələ gəldiyinə görə biz də bu variantı götürə bilmərik. Ya adı, ya da Y. Baxırıq. Y-ə baxıram. Y-də qələvi. Yəni, Y qələvi mühit əmələ gətirir. Yəni, qələvi mühit əmələ gətirirsə, deməli, nə olmalıdır? Əsasımız qüvvətli olmalıdır, turşumuz zəif olmalıdır. A variantına baxıram. Əsasımız qüvvətli olmalıdır. Deməli, əsasımız qüvvətlidirsə, biz bu variantı götürə bilmərik. Cavabımız da Y variantı eləcək. Axırıncıya da baxaq. Z-də turş mühit olsun. Və görürük ki, deməli, turşu qüvvətli olmalıdır, əsasımız zəif olmalıdır. Cavab da Y variantı elədir. Keçirik növbəti sualımıza. Növbəti sualımızda da reaksiyanın qısa iyon təhlilini bizə verir və görürük ki, buradan barium nitrat alınıb. Barium nitrat çöküntü deyil və görürük ki, burada reaksiyanın axıra kimi getməsi üçün ya su alınmalıdır, ya çöküntü alınmalıdır, ya da ki, qaz alınmalıdır. Yəni, çox vaxtı su alınır, yəni zəif dissosiasiya edən maddə alınmalıdır. Deməli, biz suya görə qısa iyon təhlilimizi götürməliyik, çünki buradan su alınmışdır. Cavab da cəbənd eləyir. Əgər çöküntü alınsaydı, cavabımızda, onda biz çöküntüyə uyğun qısa iyon təhlilini götürərdik. Keçirik 8-ci sualımıza. Aşağıdakı duzlardan hansı mərhələli dissosiasiya edir? Mərhələli dissosiasiya edənlər turş duzlar və əsasi duzlardır. Cavabımız da B variantı eləyir. Digər duzlar, deməli, A variantı normal duzlu bir mərhələdə, C variantı 2 qat duzlu, o da bir mərhələdə edir. Y variantı normal duzlu bir mərhələdə, D variantı normal duz olduğuna görə bir mərhələdə dissosiasiya edəcəkdir. Keçirik növbəti sualımıza. Deməli, 9-cu sual. Hansı sıra üzrə iyonların oksiləşdiricilik qabiliyyəti artır? Baxaq. Oksiləşdiricilik qabiliyyəti aktiv metaldan passivə doğru getdikcə artırdı. Deməli, birinci bizim aktiv metalımız gəlməlidir, sonra orta aktiv metalımız gəlməlidir, sonra da pasiv metalımız gəlməlidir. Cavab deyilir cəbəndə. Keçirik 10-cu sualımıza. 10-cu sualımızda reaksiyanın ən yaxşısı biz yazayıq. Natrium xlorid məhluluna müəyyən miqdar gümüş nitrat əlavə ediblər. Yazıram. Natrium xlorun üzərinə gəlinsin gümüş nitrat. Və buradan biz bilirik ki, artıq reaksiya axıra kimi gedir. Nəyə görə? Çünki nə alınır buradan? Çöküntü alınacaq. Alınır gümüş xlor. Bir də nə alınır? Natrium nitrat. Baxaq. Sualda deyilir ki, natrium iyonlarının sayı azalır. Xeyr. Əgər natrium çöküntünün tərkibinə daxil olsaydı, bu zaman natrium iyonlarının sayı azalardı. Bu doğru deyil. Xlor iyonlarının sayı azalır, bəli. Çünki natrium xlorun tərkibində olan xlor iyonları gümüş nitratın tərkibində olan gümüş iyonlarla birləşir və çöküntü əmələ gətirir. Onun üçün xlor iyonlarının sayı azalır, bu doğrudur. Üçüncüsü, xlor iyonlarının sayı dəyişmir, səhvdir. Xlor iyonlarının sayı azalır.
Deməli, cavab bizdən doğru deyil istədiyinə görə 1 ilə 3 olacaq B bəndi. Keçək növbəti sualımıza. Mis nitrat məhlulu üçün hansı ifadə doğrudur? İfadələr doğrudur. Mis nitrat görürük ki, bunun katyonu zəif əsasdır. Anionu isə qüvvəti turşu qalığından təşkil olunmuşdur. Baxırıq, bir dənə misdən 2 dənə də deməli, nitrat iyonundan əmələ gəlmişdir. Katyonun miqdarı aniondan çoxdur, səhvdir. Burada bir dənə katyon var, 2 dənə anion olduğuna görə bu doğru deyil. Bizdən doğruları istəyir. Elektroliz zamanı katodda mis ayrılır. Məhlullayır və elektroliz zamanı bəli, pasiv metal olduğuna görə katod dözü çıxır. Lakmusu qızardır, bəli. Çünki zəif əsas qüvvəti turşu qalığından təşkil olunduğuna görə lakmusun rəngini qızardır. Elektroliz zamanı anodda su oksidləşir, bəli. Elektrik cərəyanı keçirmir, səhvdir. Suda həll olan duzlar elektrik cərəyanı keçirirlər. Deməli, cavabımız da nə olacaq? 2, 3 və 4. Keçək növbəti sualımıza. Növbəti sualımızda reaksiyanı yazaq. Mis nitrat məhlulu. Mis nitrat məhlulunu elektroliz eləyirik. Və bu zaman bilirik ki, katodda nə çıxacaq? Mis çıxacaq. Anodda nə çıxacaq? Oksigen çıxacaq və məhlulda da nitrat iyonu, nitrat turşusu əmələ gələcək. Reaksiyanı əmsallaşdıraq. 2 misin qabağına 2 misin qabağına. Bura 4 yazıram və baxıram 12, 6, bəli, belə qalacaq. İndi baxıram hansının molu? X-in molu ən çox. Deməli, X nədir? Nitrat turşusudur. Deməli, 1A gedir. 2-yə baxırıq. Deməli, Y-in molu Z-dən çoxdursa baxıram. Deməli, Z burada nə olacaq? Mis olacaq. Z misdirsə 2-yə, deməli 3-ə D gedir. 2-yə D. Sonra Z-də mol miqdarı azdır. Z-in də mol miqdarı azdır. Deməli, bu oksigendir. Deməli, 2-yə də nə gedəcək? Y bəndi gedəcək. 1A, 2Y, 3D. Keçək növbəti sualımıza. Növbəti sualımızda situasiyalardır. İndi situasiyalara bir-bir baxalıq. Deməli, sualımıza baxaq. Deməli, müəllim şagirdlərə elektroliz mövzusunu izah edərkən şəkildəki kimi U şəkilli boruya natrium nitrat məhlulu əlavə etdi və cihazı sabit cərəyan mənbəyinə birləşdirdi. İndi bu reaksiyamızı yazaq. Natrium nitrat yazılır. Natrium nitrat, natrium NO3. Deməli, məhluldur. Yəni, natrium nitrat məhlulunu elektroliz edirik. Bu zaman katodda nə alınacaq? Hidrogen alınır. Yəni, su parçalanır burada. Anodda da oksigen çıxır və natrium nitrat olduğu kimi də qalır. Yəni, suyun kütləsi azalır burada. Belə deməkdir ki, yəni bundan çıxır ki, yəni burada duzun kütlə payı artacaqdır suyun miqdarı azaldığına görə. Baxırıq, katodda hidrogen, anodda da oksigen ayrılıb. Əmsallaşdırdıq və deyir ki, burada Y elektrodunda, Y elektrodu biz görürük ki, buradan. Y elektroduna baxırıq, mənfidir. Mənfi yüklü iyona biz deyirdik anion, mənfi yüklü elektroda deyirdik katod. Deməli, katodda nə ayrıldı? Hidrogen ayrıldı. Deməli, Y-imiz nədir bizim? H2-dir. X-imiz nə olacaq? O2. Deməli, yəni, o deməkdir ki, Y elektrodunda hidrogen ayrılacaq, X elektrodunda oksigen ayrılacaqdır. Deməli, Y elektrodunda alınan maddənin kimyəvi formulu da H2-dir. X elektrodunda baş verən prosesi bizdən istəyir. Deməli, X elektrodu da nə idi? Deməli, anod olduğuna görə anodda da hansı proses baş verir? Deməli, su, 2 dənə su, 4 dənə elektron itirir. 4 dənə elektron itirir. Nəyə çevrilir? Oksigenə. Bir də ki, 4 dənə H müsbət iyonuna çevriləcəkdir. Sonra keçək 3-cü situasiyaya. 290 qram 10% natrium nitrat məhlulunun elektrolizindən anodda 56 litr qaz ayrılırsa, indi yazaq. 56 litr qaz ayrılır. Yəni, burada natrium nitratın kütləsi dəyişmir. Kütləsi dəyişmədiyinə görə baxıram ki, 290 qram 10% məhlulda 29 qram nə var? Natrium NO3 var. Biz natrium NO3-ün kütləsini hələlik baxmayaq. 290 qramdan mən 29 qramı çıxanda 290-dan mən 29-u çıxıram. Buradan 261 qram duz qalır. 261 qram su qalır, bağışlayın. 261 qram su qalır və baxıram ki, 36 qram su parçalananda
Anodda 22,4 litr qaz ayrılırsa, yəni oksigen ayrılırsa, 56 litr əgər oksigen ayrılıbsa, nə qədər suyun parçalandığını tapırıq. Burada 90 qram bilir. Deməli 90 qram su parçalanıb. 90 qram su parçalanıbsa, mən 261 qramdan 90-ı çıxıram. Tapıram ki, nə qədər eləyir? 171 qram su artıq qalıb. 171 qram su artıq qaldığına görə deməli, burada 29 qram natrium nitrat olduğuna görə 29 qram natrium nitratla 171 qram bu hissəni silək. Deməli, 171 qram su üzərinə gəlirəm 29 qram eləyir, 200 qram məhlul eləyir. 200 qram məhlul tapdıq. 200 qram məhlul tapandan sonra bu hissəni silək. 200 qram məhluldur və məhlulda kütlə payını tapmaq istəyirdiksə, əgər nə edirdi? Duzun kütləsini bölürdük məhlulun kütləsinə. Vururduq 100%. Buradan da neçə eləyir? 14,5%. Deməli, natrium nitratın kütlə payı 10%-dən 14,5%-ə qədər artmışdır. Deməli, nə qədər eləyir? 14,5%. Bu qədər. Növbəti sual izahları üçün hansı mövzuya aid sual izahları istəyirsinizsə, rəylərə yazmağı unutmayın.